Herkese salam. Bugünkü mövzumuz Osmanlı dövləti 17-18-ci əsrlərdədir. Keçək dərsin saatına. Deməli, biz Osmanlı yaranma dövrünü dedik. Osmanlı yaranma dövrü 1302-ci ildə oldu və 1302-ci ildən 1453-cü ilə qədər yaranma dövrü kimi götürülür. Çünki İstanbul fəth edildikdən sonra bu proses başa çatacaq, tamamilə öz ərazisi formalaşacaqdır. Siyasətləmə 53-cü ildən 1579-cu ilə qədər Leponto döyüşünə qədər götürülür. Durğunluq isə 79-1699 Karlovitsa sülhünə qədər durğunluq dövrüdür. Karlovitsa sülhündən 1699-1791 Yassı Çəmən müqaviləsinə qədər Yassı müqaviləsinə qədər geriləmə, 91-dən 1922-yə qədər, yəni imperiyanın süqutuna qədər isə dağılma dövrü kimi götürülür. Yəni bu cür illəri hadisələrlə əlaqələndirib yadda saxlamaq olar. Biz bu gün durğunluq dövrü haqqında danışacağıq. Durğunluq dövrü deməli 1579-dan götürülür 1699-a qədər, 16-cı əsrin 70-ci illərində başlayıbdır. Dedik, bu dövrdə deməli bəzi səbəblər var idi. Durğunluq dövrünün xarici və daxili səbəbləri var idi. Həmçinin də Osmanlı dövləti gedib Xəzər dənizinə qədər geniş əraziləri tutmuşdu. Ticarət əlaqələrini genişləndirmək üçün Volqa, Don çaylarını, Aralıq dənizini, həmçinin də Qırmızı və Hind okeanını birləşdirən kanallar çəkdirmək istəyirdi. Lakin bu baş tutmayacaqdı. Suveç kanalı nəzərdə tutulur burada. Bu kanal baş tutmayacaqdı. Amma biz 9-cu sinif mövzusunda bu kanalın çəkilməsini deyəcəyik. Dediyimiz kimi bu əsrlərdə 16-17-ci əsrlərdə kanalın çəkilməsi baş tutmur. Durğunluğun daxili səbəbləri nə idi, xarici səbəbləri nə idi? Qrafada verilibdir. Deməli, daxili səbəbləri hakimiyyətin nüfuzdan düşməsi idi, iqtisadiyyatın zəifləməsi idi, həmçinin də ordu quruculuğunda olan nöqsanlar idi, elmi texnikanın zəifləməsi tənəzzülə gətirib çıxarmışdı. Bir də kütləvi formada deməli kəndlilər şəhərlərə üz tuturdular. Bu daxili səbəbdir, zəifləməkdə. Xarici səbəb isə sərhədlərini artıq genişləndirə bilmirdi. Yəni durğunluq o demək ki, durmuşdu. Yəni heç bir işğal həyata keçirmirdi. Güclü dövlətlərin əhatəsində idi. Bir yerdən Səfəvi, bir yerdən Rusiya, bir yerdən Avstriya. Ona görə də irəli gedə bilmirdi. Həmçinin irəli gedə bilməməyin əsas səbəblərindən biri coğrafi kəşflərdə Osmanlı iştirak etmədi. Biz o qədər coğrafi kəşf dedik, İspanı dedik, İngilisi dedik, həmçinin digər xalqları Portuqaldır, Fransız da, Avropa dövlətlərinin saydı, amma Osmanlı bu cəhətdən çox geridə qalırdı. Bu isə onun gətirib bu əsrdən sonra geriləməyinə səbəb olacaqdı və Avropadakı deməli inkişafla müqayisədə geridə qalırdı. Texniki yeniliklərdən, mexanikləşmələrin təkmilləşməsindən idarə etmədə mexanizmlərin geridə qalırdı. Avropa güclü idi bu dövrdə və Səfəv-Osmanlı müharibələri təbii ki də dövlətin zəifləməsinə gətirib çıxarmışdı. Bu dövrdə ölkə daxilində mərkəzi hakimiyyət güclənmişdi. Çünki hökmdarlar da nüfuzdan düşmüşdü. İdarəçilik düzgün deyildi, düzgün idarə edə bilmirdilər. Birinci Əhmədin dövründən başlayaraq Qəfəs üsulu tətbiq edilmişdi. Artıq şahzadələr saraydan başqa bir yerə çıxa bilmirdilər. Ona görə də onlar xüsusi dəstələrlə sarayda qorunurdular. Başqa bir idarəçilikdə idarə etməni öyrənə bilməyən sərkərdə dövləti gələcəkdə necə idarə edə biləcək? Yəni sual da buradan yaranırdı və Qəfəs üsulunda gətirib səriştəsiz dövlət başçılarının yetişməsinə gətirib çıxarırdı və bu da Osmanlıya gələcəkdə taxta çıxan sərkərdənin Osmanlı dövlətinin idarəsində o qədər də güclü idarəçi bacarığının olmamasına səbəbiyyət verirdi. Və Qəfəs üsulu dedik ki, dövlətin idarəçiliyini zəiflədən əsas prinsiplərdən biri idi. Ardınca isə biz burada deyirik ki, validə sultanlar işlərə çox qarışırdılar. Sədr-əzəmlər dövləti demək olar ki, tez-tez dəyişirdi və idarəçiliyə onlar da qarışırdılar. Rüşvətxorluq, korrupsiya, hərbi yürüşlər zamanı sultanların başda olmaması, dəbdəbəli tədbirlər, bunlar dövləti daxildən, idarəçilikdən zəiflədirdi.
Və bir də burada durğunluq dövründə Zulus bəxşişi var idi. Zulus bəxşişi isə o idi ki, sultan taxta çıxırdı, çoxlu hədiyyələr paylayırdı. Hər ondan sonrakı gələn sultan qabaqçından fərqlənmək üçün daha çox hədiyyə paylayırdı və bu da təbii ki də gətirib nə edirdi? Xəzinəni boşaldırdı, əhalinin narazılığına gətirib çıxarırdı. Sonrakı kəşflər nəticəsində ticarət yolları dəyişmişdi, gömrük rüsumlarının azalması, yerli tacirlərə, yerli istehsalçılara bunlar çox dəyər vermirdilər. Əsas xaricdən gələnlərə üstünlük verirdilər. Onların gömrük rüsumları aşağı olurdu və bu da kapitulyasiya deyirik də biz buna, deməli kapitulyasiyalar tətbiq edilirdi. Güzəşi ticarət tarifləridir Fransıza, Hollanda. Bu da təbii ki də yerli ticarətə zərbə vururdu. Biz yerli ticarəti inkişaf etmək üçün ilk öncə öz tacirinin mənafeyini müdafiə etməlisən. Xaricdən gələnlər üçün yüksək gömrük rüsumu qoymalısan. Osmanlıda isə belə deyildi. Tamamilə əksinə idi. Xaricdən gələnə az gömrük rüsumu qoyulurdu. Yerlinin mənafeyi müdafiə olunmurdu. Bu isə işsizliyə və gətirib bu cür problemlərə çıxarırdı. Qapı ocaqları var idi. Qapı ocaqları nə idi? Deməli, ordu zəifləmişdi, çünki əsgərlikdə olmayanlar Osmanlı ordusunun əsas zərbə qüvvələrindən olan qapı ocaqlarına alınırdılar və artıq əvvəllər ocaq dövlət üçün idisə, indi dövlət ocaq üçün şüarı var idi. Yəni, dövlət ocağı işləyirdi, belə deyək. Bu isə dövlətin ordusunu zəiflədirdi və Avropadan qat-qat geri düşməsinə gətirib çıxarırdı. 5 alimliyi də burada idarəçilikdə deməli əsas rol oynayırdı. 5 alimliyi, yəni alimin oğlu alimdir, 16-cı əsrdə tətbiq edilirdi. Alimin oğlu alimdir dırnaq arasındadır. Yəni alimin oğlu bəlkə heç alim deyil. Lakin o alim olmayan oğul gəlib idarəçilikdə iştirak edirdi və rüşvətxorluq, korrupsiya, özbaşınalıq bununla da baş alıb gedirdi. Yəni bu misal bunun üçün işlədilir. Siyasi cəhətdən dedik Səfəvilərlə, Avstriya ilə, Rusiya ilə sərhəd idi və güclü dövlətlərin əhatəsində olması onu daha da zəiflədirdi. Durğunluq dövründə keçirilən islahatlardan danışaq. Durğunluq dövründə 17-ci əsrin ikinci yarısında silahı keçirib Sədrəzəm Körpülü Mehmet Paşa. Burada əsas yadda saxlamalıyıq ki, biz 17-ci ikinci yarısında kim silah keçirib, 18-in birinci yarısında, 18-in ikinci yarısında, deməli, ikinci yarısında 17-ci əsrin Körpülü Mehmet Paşa islahatlar keçirdi və onun oğlu Fəzli Əhməd Paşa islahatlarını davam elətdirəcəkdir. Körpülü Mehmet Paşanın əsas məqsədi durğunluğu aradan qaldırmaq, tənəzzülün qarşısını almaq, dini alimlər arasında çəkişmələrə son qoymaq idi. Orada nizam-intizam, büdcə kəsirini aradan qaldırdı, nizam-intizam yaratdı, üsyanları yatırdı, hətta Çanaqqalını işğal etmək istəyən Venesiyalıları oturtduğu yerinə məğlubiyyətə uğratdı. Alimlər arasında ixtilafa son qoydu. Oğul da islahatlarını davam elətdirdi, Avstriya üzərində qələbələr əldə elədi. Həmçində burada deyirik ki, deməli, burada əsas biz deyəcəyik ki, Krit adasını 1699-cu ildə geri qaytardı və bunun ardınca deməli, dövləti möhkəmləndirdi. Yəni, bu islahatlar dövlətin labüd tənəzzülünü, həmçinin də çöküşünün bir müddət qarşısını alacaqdı və Respospolita və Rusiya ilə müharibələrdə Osmanlı ordusu öz üstünlüyünü sübut elədi və Ukrayna Kazakların xeyli hissəsi Osmanlının himayəsinə keçdi. Bu hissədir dediyimiz ərazi, Ukrayna ərazisi, deməli, onların əlinə keçmişdi. Müqəddəs birlik yaradılacaqdı bu dövrdə Osmanlıya qarşı. Avropa dövlətləri birləşəcək, müəyyən dövlətlər Osmanlını parçalamağa çalışacaqlar və 1684-cü ildə yaranacaqdı müqəddəs birlik. Müqəddəs birliyə daxil olan dövlətlər vampir deyirik biz buna, iyi çıxardırıq buradan. Deməli, Venesiya, Avstriya, Malta, Respospolita da olur, Polşa da olur, amma Respospolita götürək, çünki Polşa sonra yaranacaqdır. Respospolita, sonra isə Rusiya deyirik. 2 il sonra Rusiya qoşulub. Burada əsas diqqət edək, testlərə salırlar. İngiltərə bu
birliyə qoşulmayıb. Biz müqəddəs ittifaqda deyəcəyik 9-cu sinifdə. Orada da İngiltərə iştirak etməyibdir. Hər ikisinin həm müqəddəs birliyin, həm ittifaqın məqsədi deməli Osmanlı dövlətini tənəzzülə uğratmaq, parçalamaq, öz aralarında Avropa dövlətlərinin bölməyə çalışması olubdu. Səfəviyyə də müraciət ediblər. Süleyman Şah isə deyib ki, biz din və qan qardaşlarımıza qarşı vuruşmarıq, onları arxadan vurmarıq. Və müqəddəs birliklə, yəni saydığımız bu ittifaqa daxil olan dövlətlərlə Osmanlı arasında 1699-cu ildə müharibə gedir. Nəticəsində sülh müqaviləsi imzalanır. Təbii ki, də Osmanlı ağır məğlubiyyətə uğradılar və müqavilə Karloviça sülhüdür. Kitablarda artıq bunun adını vermirlər. Qeyd edə bilərsiniz istəsəz. Deməli, sülhün şərtinə görə mərkəzi Avropadakı ərazilərin xeyli hissəsi itirilir. Baxın, bu hissələrdir, görürsünüz. Burada veribdir. Məsələn, Avstriyaya Macaristan, Transilvaniya düşür. Həmçində Polşaya Podoniya, Braslaviya düşür. Venesiya isə Dalmasiya və Moreya. Bax, budur. Mavi ərazilərdir. Moreya və Dalmasiya isə düşür Venesiyaya. Yəni, bu əraziləri işğal edibdir. Xəritə üzərində veribdir bu ərazilər. Və kitabda da elə xəritə üzərində verdiyinə öyrənmək lazımdır. Yəni, artıq elə tətbiq edirlər ki, deməli, testləri xəritə üzərində olan ərazilərdə salırlar. Ümumiyyətlə, bu dövrdə durğunluq dövründən tənəzzül dövrünə qədəm qoydu bu müqavilədən sonra və biz indi isə geriləmə dövrünə danışacağıq. Geriləmə dövrünü biz burada deyək. Geriləmə dövründə 3-cü Əhmədin dövrünü deyirik. 1703-cü ildə 1730-cu ilə qədər hakimiyyətdə olubdur. 3-cü Əhmədin dövründə Prut yürüşü olubdur. Biz bunu Rusiya dərsində də deyəcəyik. Prut yürüşündə qalib gəlib 1-ci Pyotra və 1-ci Pyotrla sülh müqaviləsi imzalayıb. Prut sazişi. Sazişin şərtini deyək burada. Deməli, Azov qalası ruslar itirmişdi, sökülməli idi. Həmçində İsveç kralı öz vətəninə qayıtmalı idi. Çox cüzi şərtlər qoyur. Halbuki Pyotr burada çox ağır məğlubiyyətə uğradılmışdı. İstədiyi ərazini burada ala bilərdi 3-cü Əhməd. Lakin bilmir ki, ruslar ağır məğlubiyyətə uğradılıbdır. Yəni, mühasirədədirlər. Çünki həmin o mühasirənin içində Pyotrun özü də var idi. Bunu bilmədiyinə görə çox cüzi şərtlər qoyur və bundan sonra müqəddəs birliyin digər üzvləri ilə müharibəyə başlayır Avstriya və Venesiya ilə. Lakin müharibədə məğlub olur, Balkanlarda yenə ərazilər itirir. Bu geriliyi qarşısını almaq üçün İngiltərə, Fransa və Avstriyanın paytaxtına xüsusi nümayəndələr göndərir ki, onlar orada quruculuğu, elmi yenilişlərlə tanış olub ölkədə tətbiq etsinlər. Onun deməli burada var idi sədr-əzəmi, vəziri, baş vəziri, deməli, İbrahim Paşa 1718-30-cu illərdə olubdur vəzifədə və islahatlar keçiribdir. Onun dövrü lalə dövrü adlandırılır. İslahatlarda məqsəd bütün dövlətlərdə keçirilən islahatlarda olduğu kimi geriləmənin qarşısını almaq, qüdrəti bərpa etmək. Bu, deməli, nüfusun dirsəkli bir müddətdə olsa, geriləmənin qarşısını aldı. Tam olaraq amma problemi köklü həll edə bilmədi. Sadəcə olaraq boşalmış xəzinəni doldurdu və deməli, xəzinəyə qənaət etmək üçün bəzi yeniçəri birlikləri ləğv edildi. Baxın, bəzi, tam olaraq yox. Məsələn, 3-cü Səlimdə də ləğv ediləcəkdir. Bunda da oxşar cəhət kimi götürmək olar və həmçinin də burada deməli, maliyyəni yaxşılaşdırmağa çalışdı, quruculuq işləri gördü, tədbirlər gördü, Avropaya deməli, amma bunların gəlir Avropa elçiləri ilə birlikdə dəbdəbəli deməli, ziyafətlərə xərclənirdi. Yəni, dediyimiz kimi o qədər də effekt vermədi. Lalə dövründə ilk mətbə açıldı 1727-ci ildə, həmçinin Qarı və Mərmərə dənizlərinin xəritəsi çəkildi və İstanbulda yeni üslubda binalar inşa edildi. Yanğına mühafizə və çiçək xəstəliyinə aid qarşı peyvənd deməli, burada kəşf edildi. Çünki o xəstəlikdən o dövrdə ölənlər çox olurdu deyənə bu peyvəndi yaratdılar və deməli, Lalə dövründə olan yeniliklər bunlar idi. Lakin dediyimiz kimi sadəcə olaraq xəzinə doldurulurdu və doldurulan xəzinə də öz ziyafətlərinə xərclənirdi. 3-cü Əhmədə qarşı narazılıqlar olur, çünki gedir Nadirlə döyüşməyə, Nadir xanla.
əhali ilə sağollaşır, gündüz gedir. Gecə isə gizli yolla gəmi ilə geri qayıdır İstanbula. Bunu əhali bilir. Üsyan nəticəsində onu hakimiyyətdən uzaqlaşdırır. 30-cu ildə hakimiyyətə 1-ci Mahmudu gətirirlər. 1-ci Mahmudun dövründə çox yaxşı olubdu. 1-ci Mahmudun hakimiyyəti dövrü qiyamları yatırdı. Lalə dövrün də inşa edilmiş və üsyan zamanı dağıdılmış ərazilər bərpa etdi, abadlıq işləri gördü. Xüsusi məktəb İstanbulda açıldı. Həmçinin də burada kağız istehsal edən müəssisə Nadir Şahla sülh müqaviləsi imzalandı. Baxın, burada Nadir Şahla deyirik. Əsas sülh müqaviləsi imzalandı. Yəni 35-ci ildəki o Osmanlıların Azərbaycandan çıxarılması deyil, şahlıq dövründə 36-dan sonra nəzərdə tutulur. Quruculuq işləri davam elətdirildi. Avstriya ilə müharibə aparıldı. Burada həmçinin qalibiyyət əldə edib 1739-da Belqrad sülhü imzalanıbdı. Bu Osmanlının imzaladığı sonuncu uğurlu müqavilədir. Bundan sonra isə artıq heç bir uğura imza atmayacaqdı və Qumbaraçılar ocağı burada təşkil edildi. Banavelini, Fransız Banavelini Əhməd Paşa adlandırırdılar. Onun səy nəticəsində ilk dəfə topçu məktəbi açılmışdı Osmanlı tarixində və bu dövrdə ümumiyyətlə 1-ci Mahmudun dövrü deyəndə gözünüzdə müsbət, yaxşı hadisələr oldu, o cür canlansın. Bu dövr bitdikdən sonra isə biz Osmanlı ilə Rusiya arasında müharibə deyəcəyik. 1768-1774-cü illərdə. Bu dövrdə Osmanlı məğlub oldu, Kiçik Qaynarca sülhü imzalandı. Bu sülh çox ağır şərtli idi, çünki Osmanlı Qaradəniz sahillərində xeyli ərazi itirdi. Baxın, bu ərazilərdə və Krıma müstəqillik verildi. Yəni dedilər ki, Krım müstəqil olsun, Osmanlının tərkibində idi, müstəqillik verildi və artıq ilk dəfə olaraq bu sülhlə deməli Rusiya Qaradənizə çıxış əldə elədi və donanma saxlaya bildi. İndiyə qədər edə bilmirdi, amma indi edə bildi və şərq məsələsi burada var idi. 18-ci əsrin ikinci yarısı Rusiyanın xarici siyasətinin əsas yəni mövqesi yeri şərq məsələsi idi. Burada şərq məsələsinin mahiyyəti ondan ibarət idi ki, Qaradəniz və Azov sahillərini tam işğal etmək və burada Bosfor, Dardanel boğazları, baxın budur, Bosfor və Dardanel boğazları həmin əraziləri ələ keçirmək istəyirdi və Rusiya həmçinin Yunan layihəsi var idi. Yunan layihəsinə görə isə Rusiya tək başına tamamilə Osmanlını tutmaq, İstanbulu ələ keçirmək və burada olan xristianları müsəlman zülmündən xilas etmək istəyirdi. Pravoslavlığın mərkəzi eləmək istəyirdi. Yəni bunların hamısını tək başına eləmək istəyirdi. Həm Osmanlıya, həm İngiltərəyə, həm Fransaya nüfuzuna zərbə vurmaq istəyirdi və Avstriyaya Balkan yarımadasının qərbindəki torpaqları vermək istəyirdi. Lakin bu Yunan layihəsi öz həllini burada tapa bilməyəcəkdi. 1787-1791-ci illərdə yeni müharibə başlayacaqdı. Bu müharibə yenə Osmanlının məğlubiyyəti ilə nəticələnəcəkdir. Lakin bu müharibədə burada Yunan layihəsini veribdi. Onda deyək, Yunan layihəsi Yekaterina planı idi. Bu layihə dediyi həyata keçməyəcəkdi. Qayda xərtiyə. Deməli, burada müharibənin səbəbi nə idi? Müharibənin səbəbi o ki, Krıma müstəqillik verilmişdi, xəritədə göstərək. Deməli, Krımın müstəqil olması bunlara Rusiya əl verdi. Çünki Rusiya tamamilə özünə birləşdirdi həmin ərazini və bu gətirdi müharibəyə çıxartdı və müharibədə deməli 87-ci ildə başladı, 91-də başa çatdı. Müharibədə Avstriya Rusiya müttəfiqi oldu, Osmanlı məğlub oldu və 3-cü Səlimin dövründə 89-da 3-cü Səlim gəlib taxta, onun dövründə Yassı müqaviləsi imzalandı 1791-ci ildə. Şərti nə idi? Şərtinə əsasən deməli Cənubi Bug və Dnestr çaylarına arasındakı ərazi oldu tamamilə Rusiyanın. Bu ərazilərdədir təxmini Rusiyanın olduğu, həmçinin də Krım və Şərqi Gürcüstan Rusiyanın himayəsinə keçdi və bununla da Rusiya öz mövqeyini Balkanlarda, Cənubi Qafqazda möhkəmləndirdi. Osmanlı dövləti daha da zəifləyəcəkdi və Misir uğrunda İngiltərə ilə Fransa mübarizə aparacaq. Misir bilirik ki,
Osmanlı müstəmləkəsi idi. Həmçinin də Balkanlarda isə Rusiya ilə Avstriya mübarizə aparacaqdı. Bu isə gətirib Osmanlının deməli torpaqlarının əldən getməsinə, sonuna gətirib çıxaracaqdı. Dediyimiz kimi həm Yas müqaviləsi, həmçinin də Kiçik Qaynarca müqaviləsi hər ikisi Osmanlı dövlətini zəiflədəcəkdi. Bir də onu deyək, kitablarda yoxdur. Kiçik Qaynarca sülhü ilə ilk dəfə olaraq Osmanlı məğlub olduqdan sonra, yəni burada məcbur qalıb təzminat ödəyəcəkdi. Bunu çıxarıblar kitablardan. Yəni məğlub olduğuna görə bəzi deməli ödənişlər, təzminat ödəyəcəkdi. Hər iki müqavilə Osmanlının zəifləməsinə və gələcək dərsdə biz deyəcəyik ki, onun dağılma dövrünə qədəm qoymasına gətirib çıxaracaqdı. Bugünkü mövzumuz da bu qədər. Sağ olun.